Salam, hər vaxtınız xeyir olsun. Hamınıza xoş gün, gözəl əhval-ruhiyyə arzulayıram. Getdiyimiz, gördüyümüz yerləri sizlərlə paylaşıram. Ümidvaram ki, xoşunuza gələcək. Rusiyada yaşayanlar yəqin ki, bilir, aviabiletlərin qiyməti Rusiyadan Türkiyəyə ucuzdur, İstanbula və Antalyaya ucuz qiymətə biletlər əldə etmək mümkündür. Ucuz qiymətə biletləri əldə etmək üçün onlayn bilet satışlarını tez-tez izləmək lazımdır. Mən adətən aviabiletləri alarkən Moskva vaxtı ilə günorta saat 12-də, bir də gecə saat 11-də onlayn biletlərin satışını izləyirəm. Ümidvaram ki, bax, inanın, siz də mənim kimi izləsəniz, endirimli qiymətlərlə aviabiletləri əldə etmiş olacaqsınız. Sadəcə gəzməyə getmək istəyirsinizsə, demək, əlavə bagaj yükü almağa ehtiyac yoxdur. Çünki bilet endirimli olanda, bagaj alanda, 23 kiloqramlıq bagaj alanda biletin qiyməti 2 dəfə, 3 dəfə artmış olur. Onun üçün gəzməyə gedəndə mən elə bilirəm ki, yük bagajı almağa ehtiyac yoxdur. Çünki ələ 10 kiloqram beş verirdilər. Demək, 10 kiloqramlıq əl beşi tamamilə bəs edirdi. Biz də onlayn biletlərin qiymətini izlədikdən sonra Türkiyəyə bilet aldıq, İstanbula. Yol aldıq İstanbula. Demək, İstanbulu gəzdik və çəkdiyim videoları, gördüyüm yerləri də sizlərlə paylaşacağam. Yenə dediyim kimi, ümidvaram ki, sizlərin də xoşunuza gələcək. Bəlkə də azca məlumatınız olacaq və yaxud mənim də bilmədiyim, getmədiyim yerləri siz də kommentlərdə yazıb mənimlə paylaşarsınız. Mən də gedib baxaram, görərəm. Yeməklərin qiymətini müqayisə etdikdə, Rusiya ilə daha doğrusu müqayisə etdikdə deyərdim ki, Türkiyədə qiymətlər münasibdir. Biz də bu bazarı gəzdik. Turistlərin ən çox gəzdiyi bir yerlərdir. Oradakı əlbəttə qiymətlər ya evroyadır, ya dollara və yaxud da ki, yüksək qiymətə. Bu təkcə İstanbulda, Türkiyədə, Azərbaycanda deyil, dünyanın bir çox yerlərində, turistlərin olduğu yerlərdə qiymətlər həmişə yüksək olur. Burada hər yanda suvenirlər satılırdı, Türkiyəni təmsil edən suvenirlər və bir də ki, ədvələr, qurudulmuş meyvələr, meyvəli çaylar və s. almaq mümkündür. Dediyim kimi, burada qiymətlər bahadır, amma biraz kənarda istədiyiniz bu dediyim və yaxud gördüyünüz ərzaqları münasib qiymətə, ucuz qiymətə almaq da mümkündür. Bu bazarın hər tərəfini yaxşıca gəzdik, böyük bir bazardır. Amma buradan alış-veriş etmədik. Sözün düzünü deyim ki, buradan heç nə almadıq. Amma hədiyyəlik bizə lazım olan əşyaları və yaxud da ki, ərzaqları yerli əhalinin aldığı bazarlardan aldıq. Tanımadığımız yerləri də internet vasitəsilə araşdırma aparırdıq. Metrolardan, tramvaydan və bir də ki, avtobuslardan istifadə edirdik. Bu şəkildə gəzirik. Amma taksilərin qiyməti çox bahadır. Çünki Türkiyədə benzin baha olduğuna görə taksidən istifadə etmək biraz çətindir. Niyə? Çətin deyil, daha doğrusu bahadır. İstanbulun hər tərəfində milli mətbəxlərinə aid olan paxlavaları, yəni şirniyyatları satılır. Ən çox xoşa gəldiyim xüsusiyyət də odur ki, özlərinin mətbəxlərini, yəni mətbəx də mədəniyyətin bir hissəsidir, nümayiş elətdirirlər və ölkələrini və mətbəxlərini dediyim kimi hər yerdə tanıdırlar. Şirniyyatları dadlıdır, ləzzətlidir, paxlavaları dadlıdır, ləzzətlidir. Nə qədər yesək də yenə də ağzımızda olan təamı, yəni Azərbaycan şirniyyatını, Azərbaycan paxlavasını hər yerdə axtarırdı. Buradakı tapmaq bizim Azərbaycan şirniyyatı qeyri-mümkündür. Bilmədiklərimi öyrəndim. Əsasən də meyvəli çaylar haqqında yaxşıca məlumat topladım və siz də mənimlə bugün bərabər gəzmiş oldunuz. Sağollaşmıram, həmişə olduğu kimi hələlik deyirəm.